Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Şağan Reabilitasiya Pansionatında Ruhun Səyahəti adlı yoga və səs terapiyası təşkil olunub. Yoga terapiyası alternativ terapiya kimi əlilliyi olan şəxslər üçün çox effektiv bir terapiyadır. Belə ki, yoga terapiyası emosional fonu yaxşılaşdırır, eyni zamanda stressə davamlılığı artırır. Eləcə də dayaq hərəkət aparatının işini yaxşılaşdırmaqla qan dövranı, ürək-damar sisteminə də müsbət təsir göstərir. Bu baxımdan da agentliyimiz tərəfindən bütün mərkəzlərdə demək olar ki, mütəmadi olaraq yoga terapiyaları təşkil olunur. Tədbirə Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən mərkəzlərdə reabilitasiya xidmətinə cəlb edilmiş 30-dan çox əlilliyi olan şəxs qatılıb. Digər müəssisələrimizdən olan əlilliyi olan şəxslər Şağan Reabilitasiya Pansionatında olan əlilliyi olan şəxslərlə bir yerdə həm yoga, həm də musiqi terapiyası ilə məşğul olurlar. Bugünkü gün sürətlənən cəmiyyətdə əlilliyi olan şəxslərin həm bu cəmiyyətə adaptasiyası üçün, onların bu cəmiyyətə inteqrasiyası üçün çox gözəl bir metoddur. Həm sakitləşdirici, həm onların sosiallaşmasına səbəb ola bilən bir proyektdir. Ümid edirəm bu proyektimiz davamlı olacaq və əlilliyi olan şəxslər üçün çox faydalı olacaq. Reabilitasiya mərkəzlərinin əməkdaşları və mərkəzlərdə reabilitasiya kursu keçən əlilliyi olan şəxslər birlikdə gözəl bir məkanda Şağan Reabilitasiya Mərkəzində həm yoga sessiyası, həm də səs terapiyası həyata keçirildi. Çox gözəl emosiyalar, hisslər, həm təbiətin, musiqinin verdiyi gözəllik, ruhumuzun dincələrək, ruh, bədən, şuur bir bütöv olaraq əlilliyi olan şəxslərdə emosional fonun yaxşılaşmasına, psixoloji sferanın yaxşılaşmasına xidmət edir. Səs terapiyası da tətbiq olunan yeni terapiyadır, yeni bir reabilitasiya metodudur. Yoga ilə müntəzəm məşğul olmaq emosional fona, stressə davamlılığa, dayaq hərəkət aparatının və qan dövranı, ürək, damar və tənəffüs sisteminin fəaliyyətinə müsbət təsir göstərir. Özüm də idmançıyam, karate, para karateciyəm. Orada da həmən ki, burada nə istifadə edirlər? Yoga. Mən də həmən ki, idmanda da onu sonra istifadə edirəm. Həm də səhər idmanın fərqi var, günorta idmanım mənim öz yoga ilə var, axşam tərəfi yoxaya girəndə. Hər tərəfə mənə tərəfli gücləndirir və həvəs yaradır bu həyatda. Dəfələrlə belə yoga terapiyalarına qoşuluram. Çox mükəmməl bir nəticələrini görürəm özümdə. Özüm onurğamda bəzi problemlər var. Yoga terapiyasına başlayandan bəri çox mükəmməl nəticələr almışam. Həqiqətən də belə problemləri olanlara, həm fiziki, həm də emosional problemlər olan insanlara çox müsbət təsir eləyir və hər kəsə də qoşulmağı, belə yoga ilə məşğul olmağı tövsiyə edirəm. Yoga təlimləri alternativ reabilitasiya metodu kimi mərkəzlərə davamlı olaraq həyata keçirilir. Burada hər hərəkət bir ümid, hər nəfəs daxili sakitliyin asarıdır. Mütəmadi olaraq keçirilən belə tədbirlər iştirakçıların həyatına pozitiv enerji və harmoniya gətirir.